Aleykümselam müəllimlər. 14-cü modul üzrə təlim keçəcəm. Modul 11-ci sinifdə dərsləyən müəllimlərə aiddir. E, Yəqin artıq bir neçə müəllim burada iştirak edir. Başlaya bilərik. Artıq yəqin pəncərəni görürsüz müəllimlər. Elədir. Amma bu dərsə keçməmişdən əvvəl bizim təlimimizin chat bölməsinə qeydiyyat forması, davamiyyət forması göndərilib. Zəhmət olmasa həmin davamiyyət formasını doldurasınız ki, təlimdə iştirak etdiyinizi təsdiq edəsiniz. Web inkişaf 14-cü modulumuzun adıdır. Yəni ki, web tərtibat haqqında burada söhbət gedəcək. Bir də ki, hörmətli müəllimlər, zəhmət olmasa mikrofonları bağlayasınız. Qoy kənardakı səslər bizə mane olmasın. Bu modulumuz 14 dərsdən ibarətdir. Əlbəttə ki, bu təlim ərzində bütün dərslərə baxmağı, alınmağı mümkün real görünmür. Çalışarıq ki, birinci dərsdən başlayaraq hissə bu modulu sizə izah edək. Bu modulun attestasiya tarixi düşür 7 mart tarixinə. Birinci dərs. HTML səhifəsinin əsas elementləri. Bugünkü dərsimizin məqsədi təqlər və atributları nəzərdən keçirmək, təqlərin köməyi ilə sadə veb səhifəni necə yaratmağı yada salmaq, platformada tapşırıqları yerinə yetirmək. Veb səhifələri təqlərinin istifadəsinə əsaslanan HTML işarəlama dilinin köməyi ilə yaradılır. Demək, siz artıq bilirsiniz ki, yəqin HTML hipermətnləri nişanlama dilidir. Yəni ki, bu abbreviaturanı açsaq, Hypertext Markup Language belə bir adı var bu abbreviaturanın, bu işarəlama dilinin. Və burada təqlərdən istifadə eləməklə web səhifənin konstruksiyası qurulur, strukturu. Təq ayrıca bir səhifə elementini təsvir edir. Məsələn, mətn, şəkil, cədvəl və s. Buradakı təqi nəzərdən keçirək. P təqin içində content sözü yazılıb. Təqlər cüt və tək olur. Cüt təqlər slash simvolu ilə bağlayan hissəyə malikdir. Yəni, bizim P təqimiz cüt təqdir. Niyə biz buna cüt təq deyə bilirik? Çünki birinci P açıq təq, bu açan təq. Bunun əvvəlində yazılır. Həmin bu açan təqin içərisində yazılan məlumatdan sonra bağlayan təq gəlir. Bağlayan təq də bu məlumatı bağlayır. Yəni ki, biz burada başa düşürük ki, content sözü, content ifadəsi P təqləri içərisində yazılır. Elementin məzmunu yalnız mətn deyil, həm də başqa bir element ola bilər. Məsələn, burada görürük ki, P təqi var. Burada açılıb, burada isə bağlanıb. Bunun daxilində bir dənə də başqa bir məzmun yazılıb. Həmin bu məzmunun özü də təq var. Hansı təq var? B təqi. B təqi siz artıq bilirsiniz. B təqi bilməyənlərə də deyək. B təqi bold, mətni qalınlaşdırır. Yəni burada təqin içərisində təq var. Tək təqlər də var. Bunların bağlayan hissələri yoxdur. Bunlara nümunə BR təqidir. BR təqi nə edir? BR təqi break, yəni ki, yeni sətrə keçidi göstərir. İndi isə hörmətli müəllimlər, keçək HTML sənədinin strukturuna. HTML sənədi browser qarşısında HTML dilində yazılmış web səhifənin olduğunu anlamağa imkan verir. Birinci tag doc nida doctype HTML.
Yəni bütün HTML veb səhifələri bundan başlayır. Bu ifadə ilə başlayır. Bu ifadənin anlamı nə deməkdir? Yəni dokumentimizin tipi HTML-dir. Və və ilk tag bu veb səhifədə yazılan ilk tag HTML tagidir. Cüt tagdir bu. Görürsüz ekranda. Bu tagin içərisində bizim veb səhifənin məzmunu yazılır. Bütün veb səhifə bunun içində yazılır. HTML taglərinin içərisində yazılır. Tagin işini gücləndirmək üçün, buna əlavə parametrlər təyin etmək üçün istifadə edilə bilən xüsusi sözdür atribut. Atributlar tagdən sonra boşluq işarəsi ilə yazılır. Yəni bunların məqsədi nədir? Tagin işini daha da gücləndirmək, əlavə parametrlər qoşmaq. Məsələn, burada belə bir nümunəyə baxaq. img src bərabərdir belə bir ünvanı görürük. Bəlkə addan da artıq görürsünüz ki, img tagi nədir? img tagi bu tag şəkil qoşmaq üçün, veb səhifəyə şəkil qoşmaq üçün istifadə olunur. Bunun yanında atribut bundan belə deyim də boşluq işarəsi ilə ayrılır. src bərabərdir belə bir ifadə. Yəni bu atribut nə üçündür? Həmin bu tagə göstərir ki, şəklin ünvanı hardadır. Yəni bunun mənası budur. src yəni source, mənbə mənasından götürülür. Lang atributu HTML taginin yanında yazılır. Yəni bu atribut lang atributu lang HTML taginin atributudur. Yəni atributlar taglərdən asılıdır. Bu atributu səhifənin hansı dildə yazıldığını göstərən iki simvollu koddur. Lang bərabərdir as. Bunun mənası nə deməkdir? Bunun mənası o deməkdir ki, müəllimlər, bizim veb səhifəmiz Azərbaycan dilində yazılır. Daha hansı tagləri tanıyırıq? Başlayırıq head tagindən. Yəni ki, bizim dilə tərcüməsi nədir? Başlıq tagi. Brauzerə səhifənin düzgün əks etdirməyə kömək edən xidməti məlumatları ehtiva edir. Yəni head nədir? Bu tagin içərisində səhifə haqqında məlumatlardır. Səhifənin belə deyək də, axtarış sistemlərində daha yaxşı görsənməsi üçün lazım olan məlumatlar məhz bu taglərin içərisindədir. Belə. Head tagə elə belə deyək də, bunu başqa necə izah verirlər? Səhifə haqqında meta verilənlər. Meta verilənlər nə deməkdir? Görünməyən məlumatlar. Yəni səhifə haqqında digər məlumatlar hansı ki, səhifənin özündə görünmür. Title tagi. Head taginə aid olan title tagi var. Bu tag səhifənin başlığını əks etdirir. Harada? Brauzerin yuxarı hissəsində. Bax burada. Məsələn, burada head tagi var. Head tagin içərisində title var. Title-da yazılıb some text. Yəni bu söz brauzerin başlıq hissəsində görsənəcək. Meta tagi, bu da çox vacib taglərdən biridir. Brauzer və axtarış robotları üçün əlavə məlumatları ehtiva edir. Bu tag, yəqin görürsünüz müəllimlər. Meta tagi tək tagdir. Cüt title kimi cüt tag deyil. Bunun içərisində yazılıb char set. Siz artıq yəni başa düşürsüz ki, tagdən sonra, boşluqdan sonra yazılan bir xidməti məlumat bu artıq atributdur. Char set UTF-8. UTF-8 mətni seçilmiş kodlaşdırmanı bildirir. UTF-8 mənası nədir? Yəni əgər mətndə bizim veb səhifədə məsələn Unicode-a aid olan müxtəlif simvollar varsa, onların veb səhifədə görünməsini təmin eləyir. Növbəti tag body tagi. Body tagi səhifənin görünən hissəsini saxlayır. Yəni biz əgər veb səhifəni iki hissəyə bölsək, başlıq bu insan kimi, yəni başlıq, head və body gövdə. Body tagində yazılmış bütün məlumatlar veb səhifənin içərisində görsənir. Yəni veb səhifənin məzmunudur. Bodyyə yerləşdirilmiş bütün elementlər istifadəçiyə görünəcək, əlbəttə. Bu adlanır HTML sənədinin əsas strukturu. İndi isə keçək ayrı-ayrı taglərə. Ayrı-ayrı taglərə keçək. Səhifənin məzmununu yaradan taglərə. Birinci tag ilə dərsin əvvəlində P tagi. P tagi abzasları bölür. Məsələn, burada yazılıb P, some text here, aşağıda yazılıb and here. Yəni, müəyyən bir məlumat burada da var, burada da var. Görürsünüzmü, bu P tagi atribut abzas yaratdığı üçün iki dənə abzas arasında sanki belə bir boşluq var. BR tagi. BR tagi
yeni sətrə keçidi təmin edir. Məsələn, fikir verirsinizmi? Bax, bu sözdən sonra, here sözündən sonra bear, break, yəni sətr qırılır və növbəti sətrə keçir. Və nəticədə bu söz, yerdə qalan 2 dənə söz, artıq növbəti sətirdən yazılır. Lakin, əgər biz bu 2 dənə sözü P təqin içərisinə yazsaq, bu 2 dənə söz yeni abzas olduğuna görə bir qədər aralı yazılacaq. Ona görə. Abzasla bax dediyimiz kimi, abzasları ayırmaq üçün BR təqindən istifadə etməyin. Bax, bu fikir səhvdir. Baxın, proqramlaşdırma mətnin təfəkkürünü inkişaf etdirir. BR proqramlaşdırma səbəb-nəticə əlaqələrini qurmağı öyrədir. Birinci nümunədə burada BR təqi abzasları yaratmaq üçün deyil, əlaqələri tərtib etmək üçün istifadə edilir. Yəni ki, burada boşluq yaratmaq üçün. Amma bax, burada gördüyünüz kimi, BR təqi növbəti sətrə keçidi nə edir? Təmin edir. Belə. Növbəti təq B. B təqi mətni qalın edir. Burada gördüyünüz kimi B təqləri daxilində yazılıb bold text. Bunlar qalın görsənir. Həmçinin strong. Strong təqi gücləndirilmiş mətindir. Gücləndirilmiş mətin. Burada da warning sözü strong təqləri içərisində yazıldığı üçün burada çıxışda, brauzerdə qalın şriftdə yazılır. Fərq var. Əlbəttə ki, strong və B təqləri zahirən eyni görünürlər, lakin onların təyinatı nədir? Fərqlidir. I təqi maili şrifti təyin edir. Italic. Məsələn, some italic text. Italic yazılır. M təqi vurğu ilə seçilməli olan mətni işarə edir. M, cats are cute animals. Yəni ki, burada da cat sözü mailli formada yazılıb. Həmçinin B-nə strongda olduğu kimi I və M zahirən eyni görünürlər, lakin onların təyinatı fərqlidir. B-inin strong M-dən fərqi. Vizual olaraq eyni görünürlər, lakin nitq sintezatorları, ekran oxuyucuları və axtarış robotları tərəfindən fərqli şəkildə qəbul ediləcək. Mətn məna vurğulaması tələb etmirsə, B və I təqlərindən istifadə edə bilərsiniz. Məsələn, burada bax, birinci nümunədə görürsünüzmü? Bold textlə italic text, bunlar bir məna vurğuluğa tələb eləmir. Bu səbəbdən bu 2 dənə söz birləşməsi üçün belə deyək də, B təqi və I təqlərindən istifadə edə bilərik. Hasher təqi. Hasher təqi bu horizontal sözündən götürülüb. Təqi yeni seksiya mövzu və ya bölməni işarə edən üfüqi xəttə əlavə edir. Yəni, burada sadəcə ekranda, brauzerdə belə bir dənə üfüqi xətt görsənər. Brauzerin ekranı boyunca. Başlıq təqləri. Bəli, vacib təqlərdən biri başlıq təqləri. H1-dən H6-ya kimi olan başlıq təqləridir. H1 ən böyükdür, H6 isə ən kiçik başlıq təqidir. H6 isə ən kiçik başlıq təqidir. IMC təqi bunun ən vacib atributu SRC, source atributudur. Bunlar burada şəklin ünvanını göstərərək web səhifəyə şəkil əlavə olunur. Bu səhifənin yaradılması üçün hansı təqlərdən istifadə edilib? Gəlin baxaq müəllimlər. Şirniyyat mağazası. Mən deyirəm ki, burada başlıq təqindən istifadə olunub. Sonra HR var. Ünvanımız. Burada görürəm ki, qalın yazılıb. BR təqi olub burada və burada əlbəttə ki, bu ünvanımızla Bakı şəhəri falan, bunlar P təqi içərisindədir. Burada ünvanımız sözü qalın olaraq götürülüb. Sonra isə ünvanımız sözündən sonra BR təqi buraxılıb ki, növbəti sətrə keçid baş versin. Baxaq hələ. Bəli. Şirniyyatdan sonra HR, bəli, P təqi içərisində, ünvanımız B təqi içərisində, sonra isə BR. Yəni ki, break. Növbəti sətrə keçid. Bu dərsimizin nəzəri hissəsi bitdi. Bu, həmişəki kimi video dərsdir. Burada sualdır. Boşluğu doldurun. Təqin adı kiçik hərflə daxil. Təqi browser səhifənin düzgün əks etdirmə köməyi ilə xidməti məlumatlardır. Xidməti məlumatlar head təqi içərisindədir. Bəli.
Xidməti məlumatlar head içərisindədir. Bu nədir? Burada platform HTML redaktoru, HTML redaktorunu burada göstərir bizə. Platformada HTML redaktoru. Hə, müəllimlər, burada indi biz sizinlə 3-cü dərs sualımızı edərik. Amma ilk öncə mən artıq bir xeyli müəllim dərsimizə qoşulub. Narahat olmayın, müəllimlər, gəlin biz yenidən qeydiyyat formanı göndərək chat bölməsinə. Hörmətli müəllimlər, təlimimizin chat bölməsinə mən qeydiyyat formanı, davamiyyət formanı göndərmişəm. Zəhmət olmasa doldurasınız. Kimin nə sualı var? Onda isə keçək dərsimizə. Bizdən tələb olunur ki, biz belə bir yazını neyniyək? Ekrana çıxaraq. Belə bir yazını ekrana çıxaraq. Başlayaq müəllimlər, başlayaq. Başlıq şirniyyat mağazası. Hə. Demək, TG yazmaq üçün ingilis dilinə keçirəm. Xeyr, Rəna müəllimə, siz soruşursunuz ki, bu dərs 13-cü modul üçündür? Xeyr. Bu dərs bizim keçdiyimiz təlim 10-11-ci sinif müəllimlərinin 14-cü modul üzrə təlimidir. Web tərtibat. Salam, axşamınız xeyir. Salam Yox, müəllim. mən atmısınız forma doldurmaq üçün. Onu deyirəm ki, orada 14-cü modul üçün daxil bu təlim. Orada 13-cü modul yazılıb. Onu demək çatdırdım Hə, sizə. başa düşdüm. Onda bir müəllim də qeyd edilib ki, ekran görsənmir, yəqin artıq görsənir. Demək, hörmətli müəllimlər, bizdə birinci mən qeyd eləyim, burada bir də əməkdaşlara yazım. Zəhmət olmasın. Hə, oldu. Bir dəqiqə üzrlü sayın. Demək, artıq mən qeyd elədim əməkdaşlara, inşallah onu düzəldərlər müəllimlər. Bizdən nə tələb olunur? Davam eləyək. Bax, belə bir dənə məlumatı biz brauzerdə əks etdirməliyik. Burada necədir müəllimlər? Burada biz kodlaşdırırıq HTML-də. Cavabı burada görürük. Rezultat, bax, burada hissədə, nəticə hissəsində. Başlayaq, başlıq. H1-in içində yazılıb. H1. Bu HTML redaktoru şeyin özündə, alqoritmin özündə bizə burada köməkçi olur yazıları yazmaq üçün. Şirniyyat mağazası. Şirniyyat mağazası. Sonra isə bunu bağlayaq. Bəli. H1. Mən slash-i yazdım, H1-i özü mənə göstərdi. Enter düyməsini basaraq bunu yazdım. Gəlin bir dənə nəticəyə baxaq. Nəticəyə baxmaq üçün burada biz Zapusq düyməsinə klik edirik. Gördünüzmü? Şirniyyat mağazası yazısı nə oldu? Görsəndi. Növbəti addımda ayrıcı xətt. HR. HR. Aşağıda HR yazır. Bəli. Bunu bağlayaq. İşə salaq. Və şirniyyat mağazası sözündən sonra nə oldu? Üfüqi xətt əmələ gəldi. Abzas P ünvanımız Bakı belə. Aha, bunu kopyalamaq olsaydı çox yaxşı olardı. Yox, yazaq. Abzas PTG. PTG-nin içində yazaq. Ünvanımız qoşa nöqtə. Ünvanımız Bakı ulduz küçəsi nöqtə ev 2 ulduz. Səhv eləmirəmsə, bəli. Bunu bir qədər belə yazaq, çünki biz burada artıq digər təqlərdən də istifadə edirik. Bunda PTG ilə bunu bağlayaq. PTG ilə bunu bağlayaq. Bir dənə işə salaq. Bəli, müəllimlər, görsənir, düz görsənir. Sonra qalın şrift.
B sözü, ünvanımız sözü B təqi içərisində yazılmalıdır. Oldu. Keçək yenə ingilis dilinə. B. Burada bir də ki, boşluq qoşu nöqtə işarəsindən sonra B təqi və B təqindən sonra bağlayan B təqi. Görürsünüzmü? Burada təqi açmışam. Məsələn, H1 təqini burada bağlamışam. P təqini burada açmışam, burada bağlamışam. Bunlar cüt təqlərdir. Həmçinin B təqini də burada açmışam, burada bağlamışam. Və axırda BR təqi. BR təqi nə üçündür müəllimlər? Bu break. Yəni yeni sətrə keçid üçün. Belə mətnin keçirilməsi də break təqi ilə baş verir. Və bunu da istəsək bunu belə yazaq ki, qoy belə elə olduğu kimi görsənsin. Web səhifədə olduğu kimi elə bu kodda da görsənsin. İşə salaq. Bəli müəllimlər. Yəni ki, bizdə tələb olunan görünüş nə oldu? Yerinə yetirildi. Bunu təsdiq edirik və buradan düyməni basırıq ki, mən tapşırığı həll etdim. Növbəti tapşırıq və burada biz gərək burada belə bir web səhifəni tərtib eləyik. Web səhifəni tərtib eləyik. Aha. Gəlin belə eləməlilər. Bunu da eləyək, bunu da eləyək. Artıq növbəti tapşırıqları siz özünüz yerinə yetirərsiniz. Birinci bunu icra eləyək. Nə görsənir? Web dizayner satır və tətbiqin dizayner market tərtibi. Halbuki bu iki dənə söz bax belə bir-birinin altında yazılmalıdır. Və ondan sonra şəkil olmalıdır. Aha, başlayaq. Başlıq. Başlıq H1 təqi içərisində yazılmalıdır. Başlıq burada nədir? Web dizayner sözü. Yaxşı. Gəlin web dizayner sözünü H1 təqləri içərisində yazaq. H1. Burada da H1-i bağlayaq. Əla. İşə salaq. Bəli. Web dizayner başlıqda yazıldı. Ondan sonraki gələn sözlər isə ondan sonra yazıldı. Sonra nə deyir? Qalın şrift. B təqi. Burada hansı söz qalındır? Web dizayner sözü qalındır. Aha. Gəlin web dizayner sözünü qalın eləyək. B təqindən istifadə eləyək. B təqi burada. Və buradan da web dizayner sözünü bağlayaq. Bəli. Əla. Və biz şəkil əlavə eləməliyik. Şəkili də IMG təqinin SRC atributundan istifadə etməklə eləməliyik. Şəklin ünvanı da budur. Uploads, nə bilim, nə. Başlayaq. IMG təqi, IMG, SRC bərabərdir. Dırnaq içərisində yazsaq, şəklin ünvanını daha yaxşı olar və bunu kiçikdir, böyükdür işarəsi içərisində bir dənə IMG təqini yazırıq. İşə salaq. Bəli, müəllimlər, artıq həmin bax bu şəkil də burada nə oldu? Görsəndi. Belə. Bunu da təsdiq edirik ki, mən tapşırığı elədim. Əla. Növbəti tapşırıq. Burada da mən nə etməliyəm? Burada səhvlərə baxmalıyıq. Artıq bunların özünü isə müəllimlər, belə deyək, siz özünüz necə deyirlər, həll edərsiniz. Bu modulu işləyərkən. Birinci dərsimiz bitdi. Keçək ikinci dərsimizə. Cədvəllər. Bugünkü dərsdə biz cədvəlin yaradılmasına hansı HTML təqlər cavabdeh olduğunu öyrənəcəyik. Cədvəlin xanallarını birləşdirməyi öyrənəcəyik. Cədvəlin sərhədlərini əlavə etməyi və xanalları rənglə boyamağı öyrənəcəyik. Platformadakı tapşırıqları yerinə yetirir. Hər bir cədvəl table təqi ilə təyin edilir. Bəli. Yəni ki, burada ingilis mənşəli sözlərdən daha çox istifadə olunur. Table nə deməkdir? Cədvəl. Cədvəllər təqləri digər təqlər üçün konteyner rolunu oynayır. Yəni ki, table içərisində cədvəl yığılır. Belə bir cədvəl var burada. Yəqin bu cədvəli belə bu dərsin girişatında tərtib eləyərik. İdman növü, səviyyə, vaxt, belə bir cədvəl var. Cədvəlin başlığı üçün, yəni cədvələ bir ad vermək üçün caption təqindən istifadə olunur. Yəni burada yazdığımız bir ifadə cədvəlin özündə olur. Başlıq istifadəçi sadə istiqamətləndirməyə kömək edir. Demək, birinci cədvəlin strukturu necədir? Table head, cədvəlin başlığı, table body, təqi, cədvəlin gövdəsi, bir də ki, table foot headi, cədvəlin aşağı hissəsi.
Hər bir cədvəl sətirlərdən və xanalardan ibarətdir. Biz sütun deyirik, amma burada xanalar var. Tər cüt təqi cədvəlin sətirlərin yaradılması üçün konteyner rolunu oynayır. Yəni, birinci cədvəlin sətirləri yaradılır hissə-hissə. Belə bir sətirdə hər hansı xana TD cütün yaradılır. Məsələn, bax bu nümunəyə baxaq müəllimlər. Burada bir dənə sətir yaradılıb. Hardan bilirəm? Çünki bir dənə TR var. Bir dənə TR cütü var. Burada açılıb, burada bağlanır. Və bu bir dənə sətirdə 3 dənə xana var. 1, 2, 3 və bu xanalar TD və bu xanaların məzmunu TD teqlərin içərisində verilib. TD1, TD2 və s. Lakin cədvəlin başlıq xanaları üçün TH cüt teqindən istifadə edirlər. Belə bir xana mətni brauzer tərəfindən yağlı şriftlə əks etdirir və mərkəzə düzləndirir. Məsələn, baxın. Belə bir cədvələ baxsaq, bunlar hamısı TR-dir. TR. Lakin birinci bax bu var ha, birinci sətirdəki olan xanalar, idman növü, səviyyə, vaxt, bunların TD yerinə TH-dan istifadə olunur. Nəyə görə TH-dan? Bayaqlar dediyimiz kimi, sanki məlumatı gücləndirmək üçün istifadə olunur. Xanalar xüsusi atributların köməyi ilə şaquli və üfüqi şəkildə nə olur? Birləşdirmək olur. Cədvəlin sətirləri row span atributu ilə birləşdirilir, sütunlar isə call span atributu ilə birləşdirilir. Call span qiyməti xananın neçə sütundan keçdiyini işarə edir. Row span isə qiyməti xananın neçə sətirdən keçdiyini göstərir. Məsələn, baxın müəllimlər, gəlin bu cədvələ baxaq. Table tagi burada açılır, burada bağlanır. Table head. Web səhifənin yuxarı cədvəlin başlığı. TR, birinci sətir. TH1, yəni ki, birinci başlıq xanası içərisində 1 yazılıb. Lakin ikinci başlıq xanası var, TH. Bunun atributun call span-da nə yazılıb? 2. Call span nə deməkdir? Sütunların birləşməsi. Yəni, burada müəllimlər fikir verirsinizsə, bu sütunla bu sütun birləşərək bir dənə xana olub. Gördünüzmü? Yəni, yenə də baxın, TH1, bu H1 bir dənə xanadır. Lakin bax burada bu sütunla bu sütun birləşərək bir xana olur və bunun içərisində 2 yazılır. Bu birinci TR. Table head bununla bitir. Table body, səhifənin gövdəsi. Üzr istəyirəm, cədvəlin gövdəsi. İkinci TR. TD1, TD2, bax TD1 budur, TD2 budur. Lakin üçüncü TD-də atribut row span atributundan nə yazılıb? 2. Row span nə idi? Row nə deməkdir ingiliscə? Sətir. Burada 2 dənə sətir birləşib. Bax bu sətirlə bu sətir. Bu sətir birləşərək, bu 2 dənə sətir birləşərək bir dənə xana olub və bunun içərisində yazılıb 3. Buna görə də biz 3-cü sətirdə daha 2 dənə xananı versək kifayətdir. Niyə? Çünki bunun 3-cü xanası yuxarıdakı sətirlə nə olub? Birləşib. Başa düşdünüz? Yəni, bax, bunun 3-cü xanası var, bax, bura düşür, düzdür? Bax, bu ikinci sətrin 3-cü xanası bura düşür. Bu xana yuxarıdakı, bax, bununla birləşdiyinə görə daha bura 3-cü TD-ni yazmağa ehtiyac yoxdur. Nəyə görə Nərminə belə nəticə aldı? Mən HTML kodu keçirdim və bilirsən nə gördüm? Bu cədvəldir ki, sərhədlər hardadır? Bəli, müəllimlər. Cədvəl ümumiyyətlə əsas elementlərdən biri də nədir? Sərhəddir. Cədvəlin sərhədi border təqi ilə verilir. Border, üzr istəyirəm, table-dır, border atributu ilə verilir. Border atributu table təqindən sonra yazılır. Elə ingiliscə nə deməkdir? Sərhəd. 1 piksel cədvəlin qalınlığını 1 piksel təyin edir. Eləcə də sərhədlərin əks etdirilməsi üçün style atributlarından istifadə olunur. Məsələn, burada biz stil olaraq cədvəlin atributlarını, belə deyim də, daha da formada, ayani formada nə edə bilərik? Təsvir edə bilərik. Məsələn, burada fikir verin, yazılıb style bərabərdir border qoşa nöqtə. Burada artıq borderin xassələri var. 1 piksel, solid nə deməkdir müəllimlər? Yəni ki, bütöv sərhəd və green, yaşıl rəngdə. Və görürük ki, cədvəlin bax bu sərhədi var ha, çöldəki sərhədi. Yaşıl rəngdədir, bütöv xətlərlə sərhədlənib və 1 pikseldir.
Sonra TR bir dənə sətr var bu cədvəldə. Birinci TD. Yenə də style atributu, atributun qiymətində yazılıb border. Borderin xassələri 1 piksel, solid green. Burada görürsünüzmü? Birinci xana var ha. Burada da yaşıl rəngdədir xananın sərhədi. Düz xəttin sərhədlərini və qalanlığı 1 pikseldir. İkinci xanaya patch-lə tətbiq olunmayıb, lakin üçüncü xanada da bax bu eyni ilə eyni xassələr nə olub? Tətbiq olunub. Kollaps qiyməti. Kollaps qiymətli border kollaps xassəsi aralıqları ortadan qaldırmağa köməklik edir. Demək, burada görürsünüz, style atributunun xassələrini bir-birindən ayırmaq üçün məmlər nöqtə vergüldən istifadə olunur. Yəni, style atributunun birinci xassəsi border, bunda qiymətləri 1 piksel solid green. İkinci xassəsi border collapse. Bunda qiyməti collapse. Collapse nə deməkdir? Həmin bax bu sərhədlər arasındakı olan aralıq hissələri bir-birindən nə edir? Götürür. Yəni bu sərhədlər sanki bir-birinə nə olur? Birləşir. Məsələn, bax belə bir formada yaranmır. Mən bunu bir qədər yaxınlaşdırım, görüm eləyə bilirəmmi? Görürsünüzmü? Cədvəlin sərhədi ayrıdır, xanaların sərhədi ayrıdır. Yəni bunların olmaması üçün yazırıq border collapse, collapse. Yəni ki, bax bu collapse olmur. Xanalar bir-birinə nə olur? Birləşir. Xananı rənglə doldurmaq üçün background color xassəsindən istifadə olunur. Yəni ki, fon rəngi. Burada görürsünüzmü yazılıb. Table style, background color, light blue. Bütün cədvəl üçün açıq mavi rəngdir. TR style, background color, green. Sətir üçün yaşıldır. TD style, background color, orange. Xana üçün rəng narıncıdır. Belə. Demək, müəllimlər, dərsimizin nəzəri hissəsi bitdi. Əməkdaşlardan xəbərdar gəldi ki, narahat olmayın. Elə olduğu kimi doldurun. Davamiyyət hissəsini doldurun, zəhmət olmasa. Yəni, orada yazılıbsa, əgər 13-cü modul, buna fikir verin. Birinci sual, TR cədvəlin sətirlərin müəyyən edilməsi üçün TD sətirlərin daxilindəki xanalar, caption cədvəlin başlığında xanaların yaradılması üçün başlığında xanaların yaradılması, bunun səhv yazdım. Cədvəlin başlığı üçün captiondır. Bunların içərisində xanalar üçün TH-dır. İndi isə gəlin bu səhifəyə, bu koda baxaq. Soruşur ki, çox maraqlı sualdır, bu sualı da eləmək istəyirəm. Aşağıdakı kodu işə saldıqda web səhifədə nə əks etdiriləcək? Table, TR. Bir dənə TR burada görürəm. Burada bağlanır. Bir dənə də TR burada görürəm. Burada bağlanır. Lakin birinci TR-in içərisində 2 dənə TD görürəm. Amma ikinci TR-in içərisində bir dənə TD görürəm. Bu da C. Demək, buna belə deyək də, 2 sətirdən 2 dənə TR var, düzdür? Və 2 xanadan ibarətdir. Bir dənə bunu seçək də. Bu səhvdir. 2 sətir, 2 xana. Mən 2 sətir, 2 xana dedim. Bəli, düzdür. Bu suallar qalsın. 5-ci sual. Biz burada gərək belə bir formalı cədvəl hazırlayaq. 5-ci sual görək hələ bunun kimindir, yoxsa o başqa cürdür? 6-cı sual daha doğrusu. Biz gərək bu mətni cədvəl şəklində tərtib eləyək. Müəllimlər, gəlin bu 5-ci sualı eləyək. 5-ci sualı eləyək. Belə bir nümunə olmalıdır. Belə bir nümunə olmalıdır. Cavab bizim nəticəmizsə çox belə qəribə formada çıxır. Nümunə isə belədir. Əla. Birinci nə görürəm? Birinci görürəm ki, mənim cədvəlimdə border yoxdur. Border. Border nə deməkdir? Sərhəd. Getdik bura. Yazaq burada. Border 1 piksel. Hələlik işə salaq. Bəli, cədvəl görsəndi. Sonra görürəm ki, bax bu xanalar, sütunlar, bunlar birləşib, bu 3 dənə birləşib. Bax bu sıfırla. Görürsünüzmü? Qırmızı rənglər, qırmızı, yaşıl, göç, heç bunlar öz yerində.
RGB formatda rənglər cədvəli. Bax, bu sözü də gərək əlavə edeyim caption-dan. Yazarım burada. Caption. Caption. Bunda nə yazılıb? RGB formatda rənglər cədvəli. Bu sözü burada kopyalayayım. Ctrl-C, Ctrl-V. Caption-ı bağlayaq. Və əla. Caption-ı bağladıq. Nəticəyə bir dənə baxayıq. Bəli. RGB formatda rənglər cədvəli. Əla. Əla. Demək, qırmızı, yaşıl, göy. Burada bir dənə bax bu xana çatmır. Bax bu xana. 4-cü xana. Birinci sətirdə. Burada yazıram. 4-cü TH. TH. Rəng. Yaxşı. Əla. Bir də işə salaq. Əla. Hər şey düzdür. Getdik müəllimlər. Demək, bax bu 0. Bax bu 0. Birincisi, bax burada birinci 0. Bax bu xanaya aiddir. Lakin 3 dənə xananı birləşdirir. Ona görə də mən bax bu birinci 0-ı yazıram nə? Yazıram. Burada row span. Row span yox, call span. Call span neçə dənə xana burada birləşib? 3 dənə. 3 dənə birləşib. Bu. 3 dənə xana burada birləşib. 3. Bir dənə nəticəyə fikir verək. Görürsünüzmü müəllimlər? Burada 3 dənə xana birləşdi. Lakin bax bu rəng də artıq məndə qara rəng olmalıdır. Bax bu rəng olmalıdır. Bunu da mən hansı atributla eləyərəm? Background color-la eləyərəm. Background color atributu ilə eləyərəm. Amma birinci gərək yazım. Style. Background color. Color. Background color. Qoşa nöqtə. DS. Və yaxud yazım black. Black yazım, görürsən qəbul eləyər. Black. Əla. Bəli. Bunun fon rəngi qar rəng. Getdik növbəti suala. Bu da qırmızı rəng. Bu da qırmızı 255-dir, bu 2 dənə 0-dır. Demək 255. Burada heç nə yazmıram. Çünki 3-cü var ha, bax bu 3-cü. 3-cü xana. Bu olar. Bu rəng olar nə? Red. Bunu elə kopyalayıram bu atributu. Ctrl-C, gətirim bura Ctrl-V, style, background color, red. Birinci işə salın. Əla, qırmızıdır. Lakin niyə burada? Bax bu 0 yerində qalıb. Mən gərək bax bu 0-ı bu xana ilə birləşdirim. 2 dənə sütunu birləşdirim. Bu sütundan bu sütunu birləşdirim. Ona görə də burada yazıram. Call span 2. Call 2. Nəticəyə baxaq müəllimlər. Bəli. Bax bu 2 dənə sütun birləşdi və rəng də burada qırmızı rəng oldu. Davam eləyək. Burada da 3-cü təyir 0 255 0. Lakin 4-cü xanada var. Burada o background color nədir bizdə? Hansı rəngdədir? Yaşıl rəngdə. Burada da belə eləyək. Ctrl-V. Bunun da rəngini eləyək. Green. Rezultat. Bəli, yaşıl rəngdə oldu. Sonra mavi rəng. Buna nə deyirlər? Blue. Blue da necədir? Bax, bu birinci 0. Bu 2 dənə xananı birləşdirir. Bu sütunla bu sütunu birləşdirir. Ona görə ikinci 0-ı silirəm. Birinci 0 üçün yazıram. Call span 2 və bu 2 dənə xana birləşdi. Sonra gəldi 255. Sonra isə 3-cü T-də, 3-cü xana. Bunun da background rəngi nədir? Yoldaşlar, blue. İşə salaq. Bəli. Dediyimiz kimi icra olundu və burada da gördüyünüz kimi sonuncu təyirdə 255 qiyməti 3 dənə xananı birləşdirir, 3 dənə sütunu birləşdirir. Bu səbəbdən bu 2 dənə 255-i silirik. Bu axırıncıda yazırıq call span 3. İşə salaq müəllimlər. Belə, əla. Siz deyə bilərsiniz ki, müəllim, bax burada siz axı 3-cü
sonuncu TD-də sonuncu xananın burada həmişə rəng göstərildi axı. Nəyə görə ağ rəngi burada göstərmədi? Çünki elə susmaya görə veb səhifənin fon rəngi elə ağ rəngdə olur. Eyni ilə eyni cədvəl aldıq. Biz özümüzü burada təsdiq edirik və tapşırığı yerinə yetirdiyini nə edirik? İşarə edirik. Belə məmnun. Bu tapşırığı isə siz özünüz edərsiniz. Qaydaq modulun əsas səhifəsinə. Keçək 3-cü dərsimizə. Selektorlar. Selektorlarla iş. Amma ilk öncə soruşum. Kimin sualı var müəllimlər? Bəli, 13-cü modul üçündür bu forma. Narahat olmayın. Doldurun. Yenidən göndərirəm. Copyright. Yenidən formanı göndərirəm. Bəlkə doldurmayan müəllimlərimiz var. Biz isə davam edək, hörmətli müəllimlər. Selektorlar. Yusif hobbilər haqqında səhifə yaratdı. Skateboard. Mənim hobbim skate sürməkdir. Mən fəndlər etməyi məşq edirəm və lövhəmi fərdiləşdirirəm. Sayt çox da gözəl görünmür. Hər şeyi necə düzəltmək olar? Şəkil çox böyükdür və sığmır. Mən dizaynda dəyişmək istəyirəm. Bəli. Nərmin saytı belə görünməsi üçün düzəliş etməyi təklif etdi. Mən rəsmi fon şəkli etmək, şrifti dəyişmək və mətnləri fərqli şəkildə yerinə yetirmək istəyirəm. Bəli. Yəni Nərmin belə bir formalı dəyişiklik etməyi təklif edir. Yusifin kodu belədir müəllimlər. Gəlin Yusifin koduna baxaq. Doctype HTML mütləqdir. HTML təqi ilə açırıq, HTML təqi ilə bağlayırıq bütün veb səhifə. Dili lang ingilis dili, üzr istəyirəm, Azərbaycan dili. Title səhifənin başlıq hissəsində yazılıb mənim hobbilərim. Kodlaşdırma sistemi UTF-8, MetaCharset. Body səhifənin gövdəsi. Birinci yazılıb skateboard başlıq təqi, sonra P təqilər içərisində yazılıb mən hobbim skate sürməkdir. Mən fəndlər etməyi BR yeni sətrə keçid məşq etməyi edirəm və lövhəmi fərdiləşdirirəm. Belə və şəkil IMC təqində yazılıb ki, SRC şəklin ünvanı. Mən Nərminənin variantını bəyənirəm, onu necə həyata keçirə bilərəm. Burada mən bir dəqiqə qayıdım bizim təlimə, baxım hələ. Müəllimlər, gözləyənlər varmı? Təlimin başlamağını. Xeyr, chatda kimsə nəsə yeni yazan varmı? Qeydiyyatı Bəli müəllimlər, mən dəfələrlə dedim, qeydiyyat 13-cü mod olsa da siz onu doldurun, problem deyil. Qeydiyyatı yenidən göndərdim. Gülzar müəllimə. Davam edək. Saytı dəyişmək üçün CSS-dən istifadə etmək və selektorlarla işləmək, öyrənmək lazımdır. Bugünkü dərsdə biz web səhifələri tərtib etmək üçün CSS-dən istifadəni təkrarlayaraq, selektordan istifadəni nəzərdən keçirərək, platformada tapşırıqları yerinə yetirərək. CSS-in açılışı Cascading Style Sheets, kaskadlı üslub cədvəlləri. Səhifədəki elementlərin necə göründüyünü təsvir edən qaydalar toplusudur. Üslublar işləmək üçün CSS faylı bağlamağı yaddan çıxartmaq lazımdır. Yaddan çıxartmamaq lazımdır. Demək, burada fikir verin müəllimlər. Doctype HTML və head tagi içərisində hansı ki səhifə haqqında məlumatlar verir, link tagi var. Bu tag tagidir. Və link tagində belə bir yazı var. Rel style sheet. Yəni ki, bunun əlaqəsi nədir? Stillər cədvəli və href. Href nədir? Hiperistinad. Hansı fayldır? style.css. Bəxtimiz gətirdi ki, bu platforma CSS faylı avtomatik şəkildə bağlayır. Link tag-dir. Style sheet qiymətli real atributu bağlanan faylın CSS üslubu cədvəl saxladığını göstərir. Href atributu sənədin ünvanını neyir? Saxlayır. P taginin içərisində mətnin görünüşü necə dəyişmək olar? Bəli. Burada bir vacib sual artıq biz keçirik müəllimlər sizlə nəyə?
Teqlərdəki olan məlumatları başqa formada necə təsvir etməyə. Tərtib ediləcək elementi işarə etmək üçün selektordan da istifadə olunur. Biz burada CSS faylında yazırıq selektorumuzu. Selektorumuz nədir? P teqi. Yazırıq P, fiqurlu mötərizə burada açırıq, burada bağlayırıq. Selektor verilmiş üslublar toplusunun tətbiq edildiyi elementlərin göstəricisidir. P bizim selektordur. Yəni ki, biz bunu seçmişik ki, biz buraya dəyişiklik tətbiq edək. Üslublar bütün abzaslara tətbiq edirik və CSS faylında bax bu P teqinə yazdığımız bütün üslublar bütün web səhifədəki olan P teqləri tətbiq olunur. Color red qırmızı şrift və font size 2M. Şriftin hündürlüyü hazırda seçilən 2 dəfədən çoxdur. Hazırda seçiləndən 2 dəfədən çoxdur. Nəticə bu CSS olmadan, bu isə CSS-lə. Qırmızı rəng və bu şriftin ölçüsü 2 dəfə nə oldu? Çoxaldı. Rəng təyin etmək üçün ehtiyatda saxlanılan söz navi, 16-lıq kod. Məsələn, DS, bunu siz artıq bilirsiniz, bu 16-lıq kodlar elə RGB-də kimidir. Birinci 2 dənə rəng qırmızı rəngədir, ikinci 2 dənə rəqəm, üzr istəyirəm, yaşıl rəngədir, üçüncü 2 dənə rəqəm mavi rəngə aiddir. Onluq kodla isə sadəcə yazırıq RGB, məsələn 00255. RGB və hex. RGB, red, green, blue rəng modelində əsas rənglərə 0-dan və 255-ə qədər şərti dolğunun qiymətinə malikdir. Hex isə hexadesimal, RGB modelinin rənglərinin təqdim edilməsi formatıdır. Burada dolğunluq qiymətləri 16-lıq sistemdə təqdim olunur. Yəni ki, artıq dolğunluq qiymətləri keçir nəyə? 16-lıq say sisteminə. Font size xüsusiyyəti. Font size xüsusiyyəti şriftin ölçüsünü təyin edir. Font size şriftin ölçüsünü təyin edir. Məsələn, piksel və M ilə göstərilir 1M. Sənəd üçün seçilmiş standart sətrin hündürlüyü 0,5 M. Ölçü mətni standart mətnə 2 dəfə kiçik, 2 M ölçüdə mətn isə 2 dəfədən böyük olacaq. Və burada artıq siz görürsünüz ki, müəllimlər, burada font size nə yazılıb? 14 piksel. Yəni artıq bu mətn konkret 14 pikselli hündürlükdə olacaq. Font weight xüsusiyyəti şriftin dolğunluğunu, yəni ki, qalınlığın dərəcəsini təyin edir. Adətən 100 ən nazik şrift və 100, 200, 900-ə qədər ən qalın şrifti dəyişir. Məsələn, burada yazılıb. Bold text here. Font weight, şriftin weight nə deməkdir? Qalınlığı da belədir. Şriftin qalınlığı nə qədərdir? 900. Ən qalın font family xüsusiyyəti şriftin təyin etmək üçün istifadə olunur. Qiymət qismində bir neçə şrift adı sadalana bilər. Browser sistemində ilk şrift tapmasa ikinciyə keçəcək və s. Məsələn, burada yazılıb. Font family, Helvetica, Arial, Sans serif. Browser bir-bir gedəcək. Birinci hansını tapdı, onu tətbiq edəcək. Background color xüsusiyyəti fon rəngini təyin edir. Məsələn, burada H1 teqində belə bir stil təyin tətbiq olunub. Background color yellow. Yəni ki, fon rəngi nədir bunun? Sarı rəng. Background image xüsusiyyəti fon şəklini təyin etmək üçün istifadə olunur. Məsələn, burada yazılıb body'yə tətbiq olunub. Background image, URL, nə bilim nə. Belə bir dənə xüsusiyyətin qiyməti ilə biz fon rəngi nə elədik? Vizuallaşdırdıq. Width və height xüsusiyyətləri obyektin eni və hündürlüyünü təyin etmək üçün istifadə olunur. En və hündürlük qiymətləri ekranın eninə, hündürlüyünə 100% işarə olunur. Nisbətən piksellərlə faizlər və baxış sahəsinin eninə, hündürlüyünə müvafiq olaraq WH və VH ilə işarə olunur. Nisbətən faizlərlə təyin edilə bilər. En təyin etmək üçün piksellər və faiz hündürlük təyin etmək üçün isə piksellər və VH-dan istifadə etmək rahatdır. Yəni ki, birinci biz istifadə edirik. Eni göstəririk faizinə, hündürlük isə web səhifənin hündürlüyünə nəzərən təyin edirik. IMG teqi silək, link teqini yaradaq.
Burada müəllimlər nə baş verir? Hit tagində link tagi əlavə elədik ki, stillər cədvəlini qoşaq. H1 skateboard, H1 tagi var, P tagi var və s. Body tagi üçün şriftləri və margin xarici boşluqlar qiymətini təyin edək. Margin nə deməkdir müəllimlər? Margin tagin xarici boşluqların nəzərə alan məsafəsidir. Səhifənin parametrləri boyunca avtomatik görünən ağ çərçivəni silmək üçün xarici boşluq 0-a bərabərləşdirir. Və şriftin ailəsini, şrifti Arial, Helvetica, Sans serif və s. təyin edirik. Şriftlər və margin xarici boşluqlar qiymətini əlavə edirik. Həmçinin fon rəngini, fon şəklini təyin edirik. URL, fonun ölçüsünü cover nədir? Bütün fonu ölçsün. Eni 100 piksel, hündürlüyü 100 HV. Fon şəkli təyin edək və main ölçüləri cari ekran ölçüsünə bərabər edək. Elə cari ekran ölçüsünə bərabərləşdirdik. Cover xüsusiyyəti şəklin fon kimi yaxşı görünməsi üçün onun miqyasını dəyişdirməyə imkandır. Yəni burada background size cover şəklin nə qədər böyük olsa da elə fonun ölçüsünə uyğun olaraq miqyaslaşdırır. Padding top daxili boşluğun ölçüsünü 330 VH-a bərabər təyin edək. Bu artıq daxili boşluqlardır. Yəni ki, body'nin içində bir-birə nəzərə elementlərin boşluqları. İndi biz mətnlər təxminən səhifənin mərkəzində olacaq. Başlıq təqi üçün biz burada hansı xüsusiyyətləri verdik? H1 color white, ağ rəng, ölçüsü 72 piksel, sol daxili kənar boşluğu 100 piksel. Başlıq margin left'in köməyi ilə kənardan 10 piksel kənara çəkilmişdir. Abzas üçün isə biz belə bir işarələr elədik. Rəng ağ rəng qaldı. Şriftin ölçüsü 16 piksel və bu da soldan sərhəd 10 piksel oldu. Abzas margin left'in köməyi ilə eyni məsafədə kənarda çəkilmişdir. Səhifədəki bütün obyektlər düzləndirilməlidir. Əks halda səhifə yaxşı görünməyəcək. Səhifə vizual olaraq daha yaxşı görünür. Selektordan istifadə etməyi bacarılmağı çox yaxşıdır. Bəli. Yəni selektorlar səhifənin daha yaxşı görünməsini nə edir? Tənzimləyir. Anlayışlar və onların belə deyim də tərifi. Səhifədəki elementlərin necə göründüyünü təsvir edən qaydalar toplusudur. Bu adlanır tag ayrıca bir səhifə elementini təsvir edir. Bu adlanır selektor. Verilmiş üslublar toplusunun tətbiq edilməyə elementlər göstəricisidir. Bəli, burada səhv var hamısında. Bəli, indi düzdür. Mən istəyirəm praktiki sual, bəli. Praktiki sual. Mənim hobbim skeyti sürməkdir. Aha, belə bir dənə yazıdır, müəllimlər. Fon rəngi budur. Aha, gəlin bunu tərtib edək. Getdik, biz harada bunu tərtib eləyərik, müəllimlər? CSS-də. Biz bunu CSS-də tərtib eləyərik. CSS-də margin 0. Biz ancaq işimizi hara tətbiq eləyərik? P tag-nə? Lakin mən istəyirəm ki, bir dənə background color. Background color verək buna qara. Black. Bir dənə bunu işə salaq. Baxayaq nə baş verir. Hə. Sonra background. Bizim işimiz qalıb. Eni 100 piksel. Width 100 faiz.
100%. Hündürlük isə nə qədərdir? Baxış sahəsinin 30%. Hündürlük bizdə nədir? Height. Height də ki 30 VH. Belə bir parametr var yəqin. 30 VH. Gəlin bir dənə işə salayım. Düzəlmədi. Bunu da faizini göstərək. Hə, buna deyir abzasa tətbiq edin. Bu məsələləri deyir abzasa tətbiq edin. Yaxşı. Ctrl X, Ctrl V. Background'u da biraz abzasına gəlsin. Əla. Bir dənə tətbiq edeyim. Aha. Görürsünüzmü? Mən bunu 30 VH eləyim. VH. Hə, belə. Görünən hissənin 30%-dir. Görünən hissənin 30%-dir. Əla. Sonra hündürlüyünün 30%-dir. Sonra shift-i Verdana, Geneva, Tahoma, sans serif getdik. Shift nə deməkdir? Font family. FF, font family. Demək burada yazılıb Verdana, Geneva, Tahoma, sans serif. Əla. Fon rəngi. Fon rəngi background color 23, 23. Hə. Biz gərək burada black deyilmiş. DS 23, 23, 23. Artıq görünür ki, mənim bir məsələ görsənir. Şriftin rəngi ağ. Color. Bunu boş color yazırıq. Color white. White. Tətbiq edək. Əla. Xarici boşluq 0. Xarici boşluq 0. Xarici boşluq nə deməkdir müəllimlər? Yəni ki, margin. Margin 0 və 0% yox, prosta 0. Və daxili boşluq padding 20 piksel. Bunu tətbiq edək. Əla. Əla. Belə. Mənim hobbim skate sürməkdir. Belə bir dənə yazı meydana gəldi. Mənim hobbim skate sürməkdir. Burada mən bir dənə bunu 30% eləsəm, görün nə baş verir. Bəli. Hələ 30% elə. Görünə sahanın 30%-i belə də eləmək olar. Bəli, müəllimlər. Bunu biz nişanlayaq və göndərək həllə. Növbəti sualda isə biz gərək belə bir dənə layihəni neyniyək? Tərtib edək. İnşallah bunu özünüz siz həll edərsiniz. Selektorlardan növbəti hissə qabaqcıl selektorlar. Artıq selektorların növlərinə biz keçid edirik. HTML faylda Yusif ul və lit tagdən köməklə siyahı yaratdı. Bəli. Baxın, ul tagi skateboard ul tagində nə göstərilir? Siyahının elementləri. Belə. Siyasi faylda Yusifin səhifəsinin mətnin şriftini dəyişdi. Font family, Arial və s. Görürsünüzmü? Mətnin şrifti dəyişdi. Yusif siyahının bəndlərini müxtəlif rənglə tətbiq etməyi istəyir. Belə. Mən hex rəng modelinə bu paletləri bəyəndim. Və siyahın bütün rəngləri eyni rəngdə oldu. Color. Baxmayaraq ki, hər biri üçün, lit tagləri üçün, hər bir lit tag üçün ayrıca bunları yazdı. Bax, bu tətbiq olundu. Bu nə üçün baş verdi? Yusifin eyni bir lit selektoru təyin etdi. Buna görə də sonuncu rəng aktivdir. Yəni, CSS lit selektorundan sonuncusuna baxaraq sonuncuya aid olan rəngi neynədir? Veb səhifəyə tətbiq etdi. Bugünkü dərsdə biz klasa görə selektordan istifadə etməyi nəzərdən keçirərik. Müxtəlif selektorlara eyni üslubları tətbiqini və selektorların iç-içliyini nəzərdən keçirəcəyik. Psevdo klasslardan və psevdo elementlərdən istifadəni nəzərdən keçirərik. Platformada tapşırıqları yerinə yetirərik. Keçən dərsdə biz tagə görə selektordan istifadə edirik. Məsələn, bu tagin adıdır li və onun şriftinə verilən rəngdir. Tagə görə selektoru yaratmaq üçün onun adını işarə etmək lazımdır. Class yeni bir element. Elementlər toplusunu işarə etmək üçün nəzərdə tutulmuş atributdur. Bu atribut elementlər toplusunu işarə edir. Məsələn,
P yazmışıq class lead. Yəni bu P təqi lead class sinfinə aiddir. Atribut qiyməti kimi öz təyin etdiyimiz klass adı göstərilir. Və bu klassa aid olan elementlərə xüsusiyyətini dəyişmək üçün CSS-də gərək nöqtə yazayıq. Class selektoru nöqtə ilə nə olur? Yazılır. Məsələn, nöqtə lead burada göstərilir bizə hansı CSS faylıdır. Hansı CSS-də biz burada hansı klasslara biz bunu nə edərik? Tətbiq edərik. Belə. Obyektə onun CSS-dəki klassına görə müraciət etmək üçün klassın adının qarşısında nöqtə ilə qeyd etmək lazımdır. Yusif hər bir siyahı elementi özü-özünə klass təyin etdi. Məsələn, burada yazdı. Hər biri üçün yazdı. Li 1-ə yazdı item 1, Li 2-yə yazdı item 2 və s. item 4. İndi siyahının hər bir bəndini özünə məxsus şəkildə tərtib etmək olar. Bəli. Gördüyünüz kimi hər biri üçün. Body burada tag olduğu üçün adi yazdı. Amma ki item 1, item 2 klass olduğu üçün bunları nöqtə ilə yazdı. Nöqtə item 1, nöqtə item 2 və bunlara nə təyin etdi? Fon rəngi təyin etdi. Daha doğrusu şrift rəngi təyin etdi. Selektorlara eyni üslubları təyin etmək üçün onları vergüllə ayırmaq lazımdır. Məsələn, mən əgər burada nə yazılıb? H1 vergül nöqtə red. Yəni, burada qırmızı rəng, belə deyil, bu qırmızı rəng. Hara tətbiq olunacaq? H1 teqinə və bu iki dənə li təqi var yuxarıda. Class red. Bu iki dənə təq də red klassına aid olduğu üçün bunlara tətbiq olunur. Belə. Nəticədə gördüyünüz kimi nə baş verdi? Müəllimlər H1 və red H1 təqinin və red sinfi klassına aid olan elementlərin şrift rəngi oldu. Bax bu rəngdə, qırmızı rəng, qırmızıya oxşar rəngdə. Məzmun selektoru yaratmaq üçün selektorları boşluqlarla ayırmaq lazımdır. Məzmun selektoru iç-içə təqləri seçməyə imkan verir. Üslublar selektoru 1 olan obyektlər içərisində yerləşən selektoru 2 olan obyektlərə tətbiq olunacaq. Hansı link qırmızı rəngə malik olur? Baxın, burada yazılıb. Body açılıb bağlanır. Gövdən içərisində A nədir bizdə? İstinaddır. İnşallah bunu keçərik sizdən. Href hara istinad edir? Google.com və bu A təqi içərisində hansı sözdür? Google axtarış sistemi. UL təqi içərisində yazılıb. Li və Li'nin də içərisində A. Baxın, Li'nin içərisində A təqinə tətbiq olunan xüsusiyyət nə yazılıb? Color bu rəng. Yəni, burada qırmızı rəngli yazı hansı olar? Google axtarış sistemi yox ha, Bing axtarış sistemi. Niyə? Çünki bu söz li təqi içərisində yerləşən A təqinə aiddir. Bəli, gördüyünüz kimi Google axtarış sistemi sözün öz formasında olar, lakin Bing axtarış sistemi isə qırmızı rəngdə olar. Psevdoklasslar. Psevdoklasslar elementlərin vəziyyətini təsvir edən daxili quraşdırılmış CSS klasslarıdır. Psevdoklassları işarə etmək üçün selektor qarşısına 2 nöqtə ilə açar söz əlavə edilir. Psevdoklass yəni ki, yalançı klassdır, belə deyək. 2 nöqtə əvvəl boşluq qoyulmur. Məsələn, burada yazılıb. Li first child. Color red. Bu mənası nə deməkdir, müəllimlər? Yəni ki, li təqinin birincisi. A təqi üçün 2 psevdoklassı tətbiq edək, A təqi linklər yaratmağa imkan verir. Bunu artıq biz bilirik. Məsələn, burada yazılıb A təqinin ən vacib atributu bunsuz mümkündür. Hrefdir. Href yəni ki, hiperreferans, hiperistinad. Burada hiperistinadın ünvanı yazılır və A təqinin özünün içərisində söz yazılır, ifadə yazılır. Seçən göstəricisinin üzərindən göstərdiyi obyekti üslublar tətbiq etmək üçün hover psevdoklassından istifadə olunur. Məsələn, hover nə deməkdir? Hover psevdoklası. Yəni ki, mən bu sözün üstünə mausu gələndə sözüm hansı rəngdə olur? Məsələn, görürsünüzmü? Burada nə olur? Kataloq sözünə gələndə söz bizdə qırmızı rəngdə olur. Dark orange, yəni ki, tünd karışdırma rəngdə. Belə.
Bu adlanır psevdoklasslar. Obyektin üzərinə kliklədiyi anda üslubu tətbiq etmək üçün aktiv psevdoklassından istifadə olunur. Yəni burada nə yazılıb? Nav təqi içərisində A təqlərinə əgər bu təqin üzərinə mən mausu klikləyəndə bax bu parametrlər tətbiq olunur. Color rəngi olur korичневый, background color light blue. Yəni ki, açıq mavi. Belə. Bu qədər müəllimlər. Bizim bu dərsimizin nəzər hissəsi bitdi. Burada video dərsidir. İndi isə burada isə sualdır. Anlayışı böyük hərflə yazın. Elementlər toplusu işarət etmək üçün nəzərdə tutulmuş atributdur. Elementlər toplusunu işarət etmək üçün nəzərdə tutulmuş atributdur. Class, class belə. Bəli, class. Hansı burada müəllimlər artıq nəzəri suallardır. Burada siz seçə bilərsiniz özünüz. Hə. Gəlin biz bax bu ifadəni, bax bu təsviri alaq. Gəlin biz bu təsviri alaq. Baxaq bizdə burada xoş gördük hörmətli müəllimlər. Bir daha forma göndərilib sizin chat bölmənizə. Zəhmət olmasa formanı doldurasınız. Zəhmət olmasa formanı doldurasınız. Biz davam edək. Siyahı yüzünün bax belə bir yazısını biz almaq istəyirik. Bax bunu. Skateboard fəndləri, ollie, flip atlayışı və s. Bax bu ifadələri almaq istəyirik. Bu ifadələri almaq istəyirik. İlk öncə biz gedək CSS-ə. Bəli, font family budur. Demək ki, işə salaq. Hə, problem var. Problem nədir müəllimlər? Burada gərək rəngləri tətbiq edeyim. Həmişə kimi klass birinci klass olsun. Item 1. Və bunları kopya edək, bax bu ifadəni. Ctrl V, bunu yazaq item 2. Yenə də Ctrl V, item 3 və Ctrl V, item 4. İtem 4. Sonra CSS-də başlayaq. Nöqtə item 1. Etdik. Color, rəng. Hansı rəngdir? Rəngin kodu nədir bizdə müəllimlər? Bax bu rəng. Ctrl C. Burada axırda 5 yadımdan çıxdı. Al, bu rəng. Böyle bunu götürək. Bura alıb elə. Bunu elə item 2. Rəngimiz nədir? Bax bu rəng. Bunu da kopya edək. Ctrl C. Gətirək bura. Ctrl V. Biraz rəng dəyişdik. Görürük, get-gedə tündləşir sanki. Yenə də Ctrl C, Ctrl V, bir dəfə də Ctrl V. Bu oldu item 3. Bunun rəngi bax budur. Ctrl C. Bunun rəngi budur. Ctrl V. Və bunun da rəngi budur. Ctrl C, Ctrl V. Bunları tətbiq etsək, görürsünüzmü müəllimlər? Biz nə aldıq? Biz həmin bax bu görüntünü aldıq. Lakin mən burada bir dənə item 4 düzəldi. Bəli, düzəldi. HTML-də item 3, item 2. Əla. Biz bu tapşırığı yerinə yetirdik. Və keçək növbəti tapşırıq biz burada gərək siçan hadisəsi filan tətbiq eləyək. Bu da ki, artıq növbət siz özünüz bunu elə bilərsiniz. Biz də keçək növbəti dərsimizə konteynerlər. Konteynerlərlə tanışlıq və konteynerlərin növləri. Belə bir dənə 2 hissədən ibarətdir bu dərsimiz. Başlayaq. Konteynerlər.
Yusif saytın bölmələrinin birini tamamlamaq istəyir. Necə əldə etmək olar? Belə bir dənə saytdır. Böyük boşluqları aradan qaldırmaq üçün elementləri necə yerləşdirmək olar? Nərmin variantı. Başlıq və link mərkəzdə düzləndirib, mətn və şaquli üfüqi yerləşdirilib, mətn və şəkil üfüqi yerləşdirilib, belə düzləndirmə necə həyata keçirmək olar? Bunu necə etmək olar? Necə əldə etmək? Bax belə. Bunlar 2 dənə ortada, bunlar 2 dənə, bu solda, bu isə sağda. Bölmənin məzmunu bir neçə hissəyə bölünməlidir. Bunun üçün xüsusi təqlər, konteynerlər var. Bugünkü dərsdə biz nə edərik? Konteynerləri yaratmaq üçün div təqindən nəzərdən keçirərik, float xüsusiyyətini nəzərdən keçirərik. Bu Python-dakı floatla qarışdırmayın müəllimlər, lakin o da sanki ona uyğundur. Səhifədə ayrı-ayrı blokları tərtib etməyi öyrənərik. Platformada tapşırıqları yerinə yetirər. Div. Ən məşhur konteyner təqi divdir. Div sözü, ümumiyyətlə mən də sizə məsləhət görərəm ki, biz bir şey öyrənirik, yadda saxlayırıq. Məsləhətdir ki, bunu bir analogiya ilə yadda saxlayırıq. Məsələn, div hansı sözdən götürülüb? Müəllimlər, divizyon, yəni ki, bölmə. Burada bu div təqi bölmələri yaradır, konteynerlər. Div təqi obyektlər üçün konteynerlərdir. Divin köməyi ilə səhifədə bir neçə elementləri birləşdirmək və onlara ümumi tərtibat vermək mümkündür. Təhlükəsizlik texnikası haqqında məlumatın ümumi tərtibatını təyin edək. Əvvəl belə bir görüntüdür. Sonra isə bax belə bir dənə görüntüdür. Belə bir dənə görüntüdür. Aha. Məncə sonraki görüntü daha yaxşıdır. Məlumatı vurğulamaq üçün divdən istifadə edirik. Demək, burada H1 Atəşfəşanlıq Həvəskarları Birliyi, H2-də Təhlükəsizlik Texnikası, HR burada qırıq-qırıq xətti, Li UL təqində burada siyahlanma gedir. Sonra burada Li təqi ilə nə oldu? Elementlər nömrələnir. Bu hissəni qırmızı bloka yerləşdirək. Bax, bu hansı hissədir bu? Demək, üfüqi xətt müəllimlər. Və siyahlanma. İnformasiyanın divin içərisində yerləşdirilir. Gördün. Demək, burada həmçinin təhlükəsizlik texnikası sözü də bura getdi. Görürsünüzmü? Divin içərisinə bax bu ifadələr getdi. Təhlükəsizlik texnikasından tutmuş, bax bu sonuncu li təqi var, məmulatı sökməyin. Bax bu sözə qədər. Sonra isə nə baş verir? Margin body təqinə nə tətbiq olunur? Margin 0, yəni kənar sərhədlər 0, font family font şrifti və padding left öz daxili sərhəd 20 piksel. Div, yəni ki, bölmə, divizyon. Üzr istəyirəm. Background color red, fon rəngi, ağ rəng, padding, daxili sərhəd 10 piksel, sərhədin radiusu 10 piksel və eni 500 piksel. Border radius küncləri dəyilir. Bunu inşallah mən sizdən görərik. Web saytını yaratmaq üçün çoxlu div təqlərdən istifadə etmək lazım olur. Buna görə də onların fərqli sinifləri təyin etmək lazımdır. Bəli, müəllimlər. Div təqlərsiz, demək, müasir web tərtibatda div təqlərsiz təsəvvür etmək mümkün deyil. Nəticə, belə bir dənə qırmızı blok əldə edərik. Atəşfəşanlıq Həvəskarlar Birliyi və Təhlükəsizlik Texnikası. Bax, bu ifadə, bunlar hamısı qırmızı blokun içərisindədir. Bu radius, border radius var idi ya, müəllimlər, 10 piksel. Bu nədir? Bax, bu div var ha. Sərhədin kənarlarının belə dəyirmiliyini 10 piksel təyin edir. Belə. Nə qədər çox olsa, o qədər daha çox dəyirmi olacaq. Müəyyən bir qiymətdən sonra artıq dəyirmi formadan çıxaraq dairəvi formaya alır. Səhifənin bu bölməni necə div blokuna bölmək lazımdır. Neçə div təqi lazım olacaq? Bu bölmələr üçün 3 dənə div təqi lazımdır. Biri yuxarı, ikisi də bax belə solla sağ. Section, bölmələr. Saytın bölməsini tərtib etmək üçün div təqləri yaradırıq, onların siniflər təyin edirik. Demək, div. Birinci, bunun adı class info. İnformasiya sinifi. H1 ID delivery. Yəni ki, ayrıca bunun üçün bir dənə ID təyin eləmişik, delivery. Necə çatdırmaq olar? H2 təqi, bax bu ifadə.
Href contracts əlaqə. Contacts üzr istəyirəm. Burada bir şərti ifadə yazdıq ki, bu hiperlink kimi, istinad kimi görsənsin. Başlıq və link üçün konteynerdir bu. İkinci konteyner class text. Siz telefonla sifariş verə bilərsiniz. Müxtəlif burada nə olub? Sözlər yazılıb. 4 dənə PTQ içərisində. Üçüncü div. Bunun klası adı image. Şəkil üçün konteyner və burada şəkil var. IMG, SRC, yəni ki IMG tagində SRC tag var. Belə. Info konteyner üçün üslublar yaradırıq. Bax bu tag üçün. Mətnin düzləndirilməsi text align mərkəzə center. Sonra text konteyner üçün üslublar yaradırıq. Width 50%, yəni ki ekranın 50%-də. Margin right 20 piksel. Margin right nə deməkdir? Yəni ki sağdakı sərhəd. Sağda sərhəd görsənər 20 piksel. Bloklar bir sıra necə yerləşdirmək olar? Elementlər blok və sətir olur. Bloklu və sətirli olur. Blok obyektləri yeni sətirdən başlayır və öz enləri təyin edilməyibsə, bütün pəncərənin enini doldurur. Burada məşğulluq aşağı blokdur, ağ blok növbəti oldu. Yəni burada blok elementləri bir-birinin ardınca gəlir. Blok elementə kiçik bir genişlik təyin edilərsə, onlar yenə də bir sırada dayanacaqlar. Yəni burada boş yer olsa, bu gedib bura çıxmayacaq. Bir-birinin ardınca dayanırlar. Bax burada necə gördüyünüz kimi, bax belə. Sətir obyektləri sətrə sığdıqları müddətcə bir sətirdə olacaqlar. Belə bir-birinin ardınca belə yerləşirlər. Blok elementlər hansılardır, müəllimlər? H-lardır, P-dir, table-dır, header, main, footer, nav, all, div. Bunları biz gərək deyək. Bunlar bilməlisiniz ki, bu taglər blok tagləridir. Yəni bu taglər ayrıca bütöv bir dənə pəncərəni belə bütöv tutur. Bir-birinin ardınca belə sadalanmır. Amma sətir tagləri IMG, A, B və I. Digərləri də var. Elementləri bir sətrə yerləşdirmək üçün float xüsusiyyətindən istifadə edilir. Float nə deməkdir ingiliscə? Sürüşmə. Sürüşmə, yəni biz Pythonda da əgər yazıdadırsa, vardı həqiqi ədədlər int. Üzr istəyirəm, tam ədədlər int. Bir dənə vardı həqiqi ədədlər, hansılar ki biz float qiyməti verirdik. Float o hansı anlama gəlirdi? Yəni sürüşkən vergüllü ədədlər. Bu anlama. Float elementi ana elementin sol və ya sağ tərəfinə yerləşdirməyə imkan verir. Digər elementlər, məsələn mətn, mətn bu xüsusiyyətə malik element dövr eləyəcəkdir. Mümkün qiymətlər float left, float right, float none. Sol kənara sığmaq, sağ kənara sığmaq və yaxud xüsusiyyət tətbiq etməmək. Məsələn, bax belə bir dənə formalı oldu. Şəkil mətnin dövrələyir. Yəni mətnin yanındakı boş yerə yerləşir. Boş yerə yerləşir. Bunu biz necə əlavə elədik? Baxın, text konteyner üçün bir dənə yazdıq float left. Bu hara sıxışdı? Sola sıxışdı. Sola sıxışdı. Və artıq bizim həmin bu kaliskada nə olar? Sağda görsənər. Sağda görsənər. Bu elə bir ki, sanki dövr eləyər. Mətn bu xüsusiyyətə malik. Gəlin təzədən oxuyaq. Float elementi ana elementin sol və ya sağ tərəfinə yerləşdirməyə imkan verir. Ana elementi burada nə adlanır? Div. Əlbəttə. Digər elementlər, məsələn, mətn bu xüsusiyyətə malik elementi dövr eləyəcək. Yəni ondan sonra gələcək. Ondan sonra gələcək. Belə, məsələn, bu sola sıxışdı. Bundan sonra gələn element ondan sonra olacaq. Sayda daha bir blok əlavə edək, onda məhsullar haqqında informasiya saxlanılır. Bax bu blok. Fişənglərimiz, nə bilim, bax bu müxtəlif fişənglər var. İndi web səhifə 2 böyük blok var. Yuxarıdakı blok, bir ki, bax bu aşağıdakı blok. Onlar üçün hansı təqlər istifadə edək? Yenə div. Bölmələr dizayn etmək üçün section konteynerini istifadə etmək daha yaxşıdır. Yəni daha böyük
anlamına gəlir bu section, bölmə. Bölmə kimi dizayn oluna bilən veb səhifə məntiqi əlaqələndirilmiş məzmunu vurğulamaq üçün istifadə olunur. Yəni, tag səhifədəki məzmunu strukturlaşdırmağa imkan verir. Div CSS ilə üslublandırılana qədər məzmun və ya maketə təsir etməyən, məzmun üçün universal konteynerdir. Yəni, tag məzmunu qruplaşdırmaq üçün istifadə olunur və bu, onun asanlıqla üslublaşdırmağa imkan verir. Burada siz artıq görürsünüz ki, bizdə 2 dənə section var, 2 dənə bölmə var. Bax, bu section 1, fişənglərimiz nə və növbəti section. Bunları necə əldə etmək olar və s. Yəni, müəllimlər, biz artıq sizinlə konteynerlərə, elementləri yerləşdirməyi öyrəndik. Nəzəri hissə bitdi, dərsin video hissəsi. Burada artıq yazırıq div. Div tagin köməyi ilə bunları etmək olar. Burada növbəti suallar nəzəri suallardır. Siz bunları eləyə bilərsiniz. Gəlin, indi isə bu sualı eləyək. Mənim ən sevdiyim hissə, təlimlərdə ən sevdiyim hissə, belə bir dənə hissə var. Məlumatı birinci nədir? Mənə deyir ki, məlumat blok, obyektləri blokda birləşdirir. Başlıq və siyahı, bu başlıq bloka Home Robot klassını təyin edir. Aha, biz burada main bloku var. Buna gəlin. Təyin edək class. Home Robot. Siz görürsünüzmü? Burada müəllimlər div tagi olmayıb main tagi alıb eləyiblər. Main tagi də div tagi kimi, section tagi kimi bölmələr yaratmağa imkan verir. Gəlin birinci işə salaq, bunu görək nə görsənir. Rezultat belə heç bir şey görsənmir hələ ki. Çünki burada bir şey deyilməyib. Blok üçün üslublar. Home Robot klassına görə selektor təyin edin. İndi təyinləri getdik. Selektorlar. Burada nə problem var? Burada niyə göstərilir? Dırnaq içərisində yazmağımızı istəyir. Yazaq. Problem deyil. Demək. Selektora görə fon rəngi light blue. Əla. Demək, gedək bura. Nöqtə. Home. Altdan xətt robot. Açaq. Demək, birinci nə gəlir bizdə müəllimlər? Birinci gəlir bizdə fon rəngi. Fon rəngi bizdə nədir? Background color. Hansı rəngdir? Light blue. Light blue. Açıq mavi rəng. Sonra sərhədin dəyirmiləşdirilməsi. Demək, sərhədin dəyirmi olması. Yəni ki, bu nədir? Background, border radius, border radius. Bax bu. Neçə pikseldir? 30 piksel. Həmçinin daxili boşluqlar 20 piksel. Daxili nədir? Padding. Padding 20 piksel. İşə salay. Əla. Düppədiz olduğu kimi. Əla. Lakin burada bizə nə əski idi müəllimlər? Bax bu. Xətt. Bunu da elədik. Başlığın altında xətt çəkin. Başlığa görə selektor təyin edin. Burada başlıq H2. Belə ki, bütün blok böyük saytın bir hissəsidir. Başlıq üçün alt sərhəd qalınlığı 30 piksel. 3 piksel. Punktir daşıt, rəngi isə navy təyin edin. Əla. Bunu gəlin təyin edək. Bizdə başlıq nədir? H2 selektoru. H2. Buna biz gərək nə təyin edək? Başlığın alt sərhədi. Başlıq üçün alt sərhəd.
Alt sərhəd nə deməkdir? Alt sərhəd demək border bottom. Border bottom. Alt sərhəd. Demək, border bottom 3 piksel. Dashed. Dashed nə deməkdir müəllimlər? Yəni ki, qırıq-qırıq xətt və navy. Rəngin adı navy. Bax müəllimlər, biz burada nə elədik? Demək, biz H2 təqi üçün baxa işləyirmi? Bəli, düppədüz işləyir müəllimlər. Baxın, rezultatla abrazes eyni elədir. H2 təqi üçün ev robotu başlığı üçün bax burada H2 təqi. Bottom nə yazdıq? Border bottom. Yəni ki, aşağı sərhəd. 3 piksel dashed nə deməkdir? Qırıq-qırıq xətt. Rəngi isə navy. Yəni burada parametrlər olaraq bax belə bir-birinin ardıqca sadalaya bilərik mən. Belə. Yəni ki, biz bu tapşırıqda bütün lazım olan elementləri həll etdiyimizə görə bunu təsdiq edirik. Sonra burada nə istəyir məndən? Yaxşı, bunu da elə. Blokun enini 220 piksel. Mən yuxarıda elədim, fərqi yoxdur bunun. Blokun eni 220 piksel. Ölçünü əlavə edin. Əla, problem deyil. Gedirik CSS-ə. Blok bizdə nə idi bizdə? Home robot, elədir. Blokun eni width 220 px. Sadə bir dənə. Bəli, düppədüz olduğu kimi başlığın eni nə qədər? 210 piksel. Yaxşı. Width 210 px. 210 px. Bir də baxaq yenidən nə baş verər? Başlığın eni bir qədər azalar. Bəli. Başlığın eni bir qədər azaldı. Orada hiss olundu. Bunu da elədik. Əla. Göndərək. Növbəti burada artıq bu tapşırığı isə siz özünüz müəllimlər həll etməyi bunu həll etmək artıq sizin öz ixtiyarınıza qalıb. Çünki artıq burada bir qədər çox işlər var. Konteynerlərin növlərinə keçək. Öncə dərsdə biz konteynerlər növlərini nəzərdən keçirərik. Müxtəlif konteyner növlərinin tətbiqini müzakirə edəcəyik. Həmçinin platformada tapşırıqları yerinə yetiririk. Sectiondan başqa məzmun təşkil üçün web səhifənin aşağıdakı istifadə olunan təqləri var. Header səhifənin başlığıdır. Giriş məlumatlarının və loqotip, menyu, axtarış forması kimi naviqasiyanı ehtiva edir. Footer səhifənin aşağı hissəsidir, podvalı. Yekunlaşdırıcı məlumatları, məsələn, müəllif haqqları haqqında məlumat, əlaqə məlumatları, sosial şəbəkə keçid linklər və s. Yəni, bu общем, belə deyim də, əlaqə məlumatları, son məlumatlar, yekun məlumatlar. Bax, bunları ehtiva edir. Bir səhifənin əsas məzmunu üçün konteyner var. Bəlkə bu bodydir. Body konteyner deyil, müəllimlər. Body sənədin başqa elementlərin bağlandığı kök elementdir. Yəni, body web səhifənin əsas məzmununu, web səhifənin bütün məzmunu oradadır. Əsas məzmunu üçün main konteynerində istifadə olmağı daha məsləhətdir. Main. Saytın başlığı, əsas məzmunu və podvalı necə yaratmağı təhlil edək. Müəllimlər, burada podval deyəndə, belə deyək də, bunun tərcüməsi bir qədər korrekt olmayıb, özünüz yəqin hiss edirsiniz, bu rus mənşəli sözdür, podval. Yəni ki, səhifənin ayaqlığı da aşağı hissəsi. Bunu tərtib etmək üçün biz article təqindən istifadə edək. Article konteyneri məqalə bloklarının tərtibi üçün tətbiq olunur. Hər bir məqalə, paylaşım xüsusi təqlərlə işarələnib, sinifin adı isə mənanı dəqiqləşdirir. Məsələn, burada bizdə section bölməsi var. Bunun sinifin adı nədir? News. News nədir? Xəbərlər. H1 bizim xəbərlər, H2 bizim xəbərlərimiz. 2 dənə article var burada. Birinci artiklın adı M-class. Burada 2 dənə PTQ var, 25 yan var, sonra baş tutdu nə bilim nə. Bir də ki, ikinci artiklımız var. Yəni ki, ikinci məqaləmiz var. Bunun da sinifi show sinifidir. Sonra növbəti bir dənə section'a baxaq. Burada da artikellər var. Article
Konteynerin malların kartlarına tərtibi üçün tətbiq olunur. Bəli, artikeldə həmçinin bu malların müxtəlif e, formada tərtibi üçün istifadə olunur. Məsələn, burada 3 dənə artikel var. Class feed, yem, toys, oyuncaqlar və houses, evlər. Belə. Article tagini nə vaxt tərtib etmək lazımdır? Ümumi bloklar içərisində bloklar üçün, siyahı elementləri üçün, məsələn, mətn plus təsvir, ayrı müstəqil elementlər üçün. Nümunə, belə bir dənə nümunəyə baxaq. Burada yəqin, bəli. Bax, bu tipli saytlar üçün article tagi idealdır, müəllimlər. Bu tipli saytlar üçün article tagi nədir? İdealdır. Belə. Bunu bağlayaq bu saytı. Davam edək. Article tagi müstəqil obyektlərin yaradılması üçün nəzərdə tutulub, səhifədə mallardan, rəylərdən birini istinadı və ya məqaləni silmək olar. Belə bir obyekti başqa səhifədə yerləşdirmək olar. Kataloqdan evləri çıxartmaq və ya onları şirniyyatla əvəz etmək olar. Sayt əhəmiyyətli dərəcədə pisləşməyəcəkdir. Bəli, yəni ki, article tagi həmçinin saytda əgər bir dəyişiklik baş verərsə, həmin o dəyişimi çox da hiss olunmayacaq. Deməli, section və article eyni şeydir. Gəlin section tagini daha ətraflı nəzərdən keçirək. Ümumiyyətlə müəllimlər biz bayaqdan nəzərdən keçiririk. Məsələn, main tagi, header tagi, section, div olsun, footer. Bunların heç biri nəsə tətbiq eləmir. Bunlar səhifəni bölmə-bölmə ayırmaq üçün istifadə olunur. Belə deyək də, məntiqi olaraq biz əgər sayt tərtib ediriksə, bu taglərdən istifadə edərək biz öz saytımızda hansı elementlərin harda olduğunu göstəririk. Section tagi nə vaxt tətbiq olunmalıdır? Ümumi mənası olan obyektlər bloku təşkil edir. Bu blok səhifənin bölməsidir. Səhifənin mənaya görə bloklara bölmələri ayırmaq lazımdırsa. Daha bir konteyneri nəzərdən keçirək. Aside konteyneri kənar reklamı olduğunun blokudur. Aside sözü kənar, əlavə, vacib olmayan olaraq tərcümə olunur. Yəni ki, əlavə məlumat. Obyekt saytla dolayı əlaqəsi var. Adətən sağda yerləşir, bəzən bu blokları gizlətmək olar. Nümunə, kənar reklam, arxiv məlumatlar, faydalı keçid linkləri və s. Məsələn, bu belə bir dənə saytdır. Tövsiyə edirəm. Meşə tikintidən koteclər, bağ dünyası, radio, göl və s. Aside tagi istifadəsində nümunə. Məzmun üçün konteyneri necə müəyyən etmək olar? Səhifənin açar məlumatları section'dır. Əgər açar məlumat deyilsə, bütün ziyarətçilərə lazımdırsa artikel'dır, lazım deyilsə aside'dir. Konteyner sadəcə blokları yanaşı qoymaq üçün istifadə olunur, onda divdir. Belə. Burada belə bir dənə xırda, sanki alqoritmik struktura malik bir təsvir izahları göstərilmişdir. Yenə də nəzəri məlumat bitdi. Keçək indi sualımıza. Yusif saytda cədvəl yaratdı, kodu təhlil edin və bu cədvəldə neçə sətr olduğunu müəyyən edin. Bu cədvələ baxsaq, müəllimlər, biz burada neçə sətr olduğunu görürük. Neçə dənə açılıb bağlanan təyər var? 1, 2, 3 dənə. Yəni 3 dənə sətrimiz var. Əla, doğru cavab. Yenə də dediyimiz kimi, burada nəzəri suallardır. Bunları eləyərsiniz. 6-cı suala baxaq. Yenə də keçirik praktiki suala. Malın kartı belə. Belə bir dənə bizdən nümunə istəyir. Bunu işə salsaq, belə bir dənə forma olur. Amma belə eləmək lazımdır. Fərq varmı? Bəli, əlbəttə ki, fərq var. Başlayaq. Mal üçün tag. Malın kartı üçün div tagin onun təyinatını əks etdirən başqa taglə əvəz etmək lazımdır. Demək ki, mal burada hansıdır? Div product. Mən burada bayaqları yemlər var idi. Gəlin biz müəllimlər. Biz bunu div tagini əvəz eləyək article tagi ilə. Article.
Article tagi ilə. Burada da article tagi ilə bağlayır. Tətbiq eləsək, görürük ki, heç bir dəyişiklik yoxdur. Dediyim kimi, div olsun, article olsun, main olsun, bunlar heç bir dəyişiklik eləmirlər. Bunlar sadəcə sanki bir məna xarakteri daşıyırlar bu taglər. Məsələn, bunu elədik, başqa tagini əvəz elədik. Mal kartının üslubları. Mal kartı üçün sinifə uyğun üslublar təyin edin. Yapışdırmaq səhifənin sol kənarına. Bu adlanır. Müəllimlər nə? Burada bizdə P tagi yoxdur. P tagi bizdə yoxdur müəllimlər. P tagini silmək mən belə məsləhət görürəm. Gəlin baxaq bir dəyişiklik oldu mu? Yenə də heç nə bir dəyişiklik olmadı. Oldu. Demək, burada sürüşdürməklə kənara yapışdırmaq. Gəlin tətbiq eləyək. Article float hara yapışdırırıq? Sol. Left. Sola yapışdırmaq. Gəlin baxaq nə baş verir. Yenə də heç bir şey baş vermir. Mətni mərkəzə düzləndirmə. Text align center. Burada article-dadır, düzdürmü? Text align center. Yenə də burada yazırıq. Text align center. Baxaq bir dəyişiklik oldu mu? Yenə də heç bir dəyişiklik olmadı. Daxili boşluqlar 10 piksel. Daxili boşluqlar 10 piksel. Demək, padding 10 piksel. Baxaq. Bəli, daxili boşluqlar bir dəyişiklik baş verdi. Fon rəngi light gray. Background color. Background color. Hansı rəngdir? Light gray. Light gray. Bəli, light gray. Tətbiq edək. Bəli. Mənə lazımdır bu yemlər sözü burada aşağıda olsun. Nümunədəki kimi. Burada aşağıda olsun. Bunun üçün bizdə A tagi var. Bunu gəlin belə yazaq. Float left. Bir dənə bunu bu tamamilə səhv oldu. Ümumiyyətlə tamamilə səhv oldu. Mətni düzləndirmişəm. Burada başqa bir izah verirmi bizdə? Malın kartı üçün sinifə uyğun üslub təyin edin. Yapışdırmaq üçün sol kənara yerləşdirin. Bunu elədim. Burada HTML-də A yazılıb, yemlər. Mən istəyirəm ki, bunu aşağısına yerləşdirəm. Bunu necə eləmək olar? Gəlin fikirləşin müəllimlər. Bunu indi biz yerinə yetirərik. Mən istəyirəm ki, bu bildiyimiz üslublardan istifadə edək. Lakin biz burada gərək belə bir şey eləyək. A tagına deyək. Blok. O necə olur? IMG bir də axtarış eləyim. Mən burada indi sizə məlumat verərəm müəllimlər. Baxayaq bizdə burada
suallar var müəllimlərdən. Görək hansı sualları var. Chatda yazıblar. Hə. Müəllimlər, yenə də deyirəm, 13-cü modul yazılıb, texniki səhvdir. Siz buna baxmayaraq doldurun bu modulu. Gəlin biz burada bu problemi ChatGPT-dən soruşaq. Bu problemi ChatGPT-dən soruşaq. Kodu atıram. Və soruşuram ki, yemlər sözünü şəklin aşağısında görsənməyini istəyir. Hə, müəllimlər, burada elə sadə bir dənə variant dedim. Bir dənə IMC təqindən sonra bu sətir təqi olduğu üçün bunlar bir-birinin ardınca gəlir. Bir də BR təqi yazırıq. Vəssalam, problem həll oldu. Belə. Lakin burada kənar sərhədlər burada bir qədər çoxdur, daxili sərhədlər. Daxili boşluqlar 10 piksel. Görsənmir. Aha, ekran görsənmir müəllimlər, üzr istəyirəm. Üzr istəyirəm, fikrimdən yayındı. Demək müəllimlər bizə nə təklif elədi bu? Dedi ki, ən sadə variant IMC təqi ilə A təqləri sətir təqləri olduğuna görə bunlar bir-birinin ardınca gəlir. Və təklif elədi ki bizə IMC təqindən sonra bir dənə BR təqi yazırıq. Növbəti sətrə keçid. Vəssalam, bunlar belə bir-birinin ardınca belə görsənir. Lakin problem nədir? Burada daxili boşluqlar sanki azdır. Biz burada 10 piksel yazmışıq artikelda. Gəlin bunu yazaq 20 piksel. Görək elə. Eyni olurmu? Yox, bir qədər fərqli olur. Mənə lazımdır. Belə. 10 pikselə qaytaraq. 15 piksel idi. Yenə də fərqlidir. 10 piksel eləyək. Text decoration none, color black, font size 20, font weight 70, article padding. Bir dənə burada müəllimlər, bir dənə burada. Daxili paddinglər soldan sağdan bir qədər çoxdur. Mən bunu eləyirəm padding. Belə eləyək də padding 0 10 0 10. Bir dənə bunu belə yazaq. Görək nə göstərir bizə? Hə. 0 10 0 10. Gəlin belə eləyək. 10 piksel 10 15 10 15. Hə, 15 azdır. 20 eləyək bunları. 20 çoxdur. 18. O səhifənin özü olmayana qədər əl çəkməyəcəm. 18-dir. Səhv eləmirəm, 18-dir, 19-dur hətta. Demək müəllimlər, bu paddinglər 4 dənə qiymət burada nədir? Daxili sərhədlər, daxili boşluqlardır. Yuxarı, aşağı, birinci yuxarıdır, ikinci aşağı, sol, sağ. Belə.
Sol, sağ. Belə. Məsələn, bax bu var ha, 18. Bunu eləsən məsələn 36. Yox, bu sağ soldur. Sağdan 36-dır, soldan 18. Belə. Yəni ki, bax bu qiymətlərdir bunlar. Köhnə təcrübələrimdən yadıma salıram bu tipli tapşırıqları həll eləyəndə. Necə eləmək olar? Bu yemlər sözünü çox sadə formada aşağı keçirtdik. Necə? IMC IMC təqi ilə A təqləri sətir təqlər olduğuna görə onlar bir-birinin ardınca gəlir. BR təqi yazırıq və yemlər sözü yeni sətrə keçir. Text align-la da bax bu xassə ilə də bu mərkəzə nə olur? Düzləndirilir. Bunu da təsdiq edirəm və salam. Konteynerlərin dərsləri ilə bitdik. Keçək Flexbox-lara. Yüksək fişənglər haqqında sayt daha bir bölməsini tamamlamaq istəyir. Bax, bu malları üfüqi şəkildə belə aşağı bir-birinin ardınca necə yerləşdirmək olar? Obyektləri ekranda istədiyimiz kimi yerləşdirmək üçün Flexbox-lardan istifadə edə bilərik. Flexbox-lar ekranda müxtəlif qaydada yerləşdirilə bilər. Sətir şəklində sırayla və əks ardıcıllıqla. Sütun şəklində sırayla və əks ardıcıllıqla. Obyektlər konteynerlər içərisində müxtəlif üsullarla yerləşdirmək olar. Belə bir-birinin belə yapışdırılmış formada, belə boşluqlarla və s. və ilə axır. Flexbox-lardan istifadə etməyi bacarsan, gözəl bir sayt yarada biləcəyim. Bəli. Bugünkü dərsdə biz Flexbox-ların nə olduğunu öyrənəcəyik, obyektləri veb səhifədə yerləşdirmək üçün Flexbox-lardan istifadə etməyi öyrənəcəyik, platformada tapşırıqları yerinə yetirəcəyik. Flexbox elementləri səhifədə təşkil sistemidir. O, elementləri bir-birinə nisbətən rahat yerləşdirməyə kömək edir. Flexbox konteyner, Flex konteyner, Display Flex xassasını təyin edən elementdir. Bu nə deməkdir, müəllimlər? Display Flex, bax bu konteyner üçün, elementləri bir-birinin ardınca düzür. Belə. Flex konteyner Display Flex xassasını təyin edən elementdir. Məsələn, müəllimlər, gəlin buna fikir verək. Burada bizdə belə bir dənə div var. Div. Class Gallery. Gallery sinifi var. Və Display Flex. Buna xassası tətbiq olunur. Və burada nə baş verib? Burada 4 dənə şəkil bir-birinin ardınca belə düzülüb müəllimlər. Görürsünüzmü? Bir-birinin ardınca belə düzülüb. Flex elementi, flex item, flex konteynerdə yerləşdirilmiş elementdir. Div 1, div 2 və s. Elementlərin yerləşdirilməsi istiqaməti flex direction xassənin köməyi ilə təyin edilir. Flex direction istiqamət. Row sətirlə, row reverse əks ardıcılıqla. Column sütundan, column reverse əks sütundan. Flex elementlərini düzləndirilə bilər. Üfüqi ox üzərinə düzləndirməyi həyata keçirək. Justify Content Center. Mərkəzdə düzləndirmə. Bütün elementlər oxun mərkəzində nə olur? Yerləşdirilir. Yəni ki, ortada, bütün elementlər ortada yerləşdirilir. Justify Flex Start. Elementlər oxun əvvəlinə yerləşdirilir. Bu qiymətlə susmaya görə istifadə olunur. Justify Content Flex End. Elementlər sona yerləşdirilir. Space Between. Space Between nədir? Element və Space Around üslubları obyektlər arasında boşluqları təyin edir. Space Around obyektlər arasında bərabər girintili konteynerlər kənarının məsafə obyektlər arasında girintilərin yarısına bərabərdir. Elə bil ki, obyektlər arasında bərabər girintilər konteynerin kənarlarında məsafələr obyektlərin arasındakı girintinin yarısına bərabərdir. Yəni ki, bax bu məsafəni yarıya bölünərək girintilər əldə edilir. Space between obyektlər arasında bərabər girintiləri təyin edir. Konteynerdən kənarında girintisi yoxdur. Justify content space between. Obyektlər arasında bərabər girintiləri təyin edir. Bax belə, space between, bax belə çox gözəl bir xassədir. Miqyas dəyişdiyi zaman boşluqlar ölçüsü dəyişir. Birinci və sonuncu obyektlər konteyner kənarında yerləşdirilir. Justify content space around obyektin
obyektləri kənarlarda girintiləri bərabər şəkildə bölüşdürmək imkan verir. Kənardan boşluq obyektlər arasındakı boşluğun yarısına bərabərdir. Kənardakı boşluq obyektlər arasındakı boşluğun yarısına bərabərdir. Algin item center. Şaquli olaraq mərkəzə düzləndirmə. Demək, yoldaşlar, justify content nə deməkdir? Üfüqi algin items şaquli. Center mərkəzə, start yuxarı, end aşağı, stretch elementlər uzanır və oxu doldurur. Bax, belə uzadır onlar elementlər. Flex container elementlərin özləri keçirilmir. Obyektlər keçirmək üçün flex wrap xassasından istifadə edilir. Yəni ki, elementlər belə özü-özünə aşağı düşür. Burada belə bir nümunələr göstərilib. İndi biz obyektləri şaquli və üfüqi düzləndirməyi bilirik, hörmətli müəllimlər. Belə. Burada video dərs var. Birinci sual. Səhvlər olmadan yaradılmış keçid. Baxayla burada səhv var. Çünki Google A təqinin bağlanışı yoxdur. Burada səhv yoxdur. Burada səhv hardadır? Href yazılmalıdır. SRC A təqinə aiddir. IMG təqinə aiddir. İkinci sual. Konteyner haqqındadır. Üçüncü sual, dördüncü sual və belə. Burada artıq bizdə sual var. Nə istəyir bizdən? Mənə deyir ki, UL təqinə flex qiymətini display xassasını təyin edə. Ala, good items malları UL display flex. Nə baş verər? Obyektlər bax belə bir-birinin ardınca belə düzlər. Bax belə. Smartphones headers bunu təyin edir. Qonşu kartlar arasında məsafə 10 pikseldir. Qonşu kartlar arasındakı məsafə 10 pikseldir. Bunu da biz necə eləyə bilərik müəllimlər? Good items. Margin məsafədə də 10 piksel. Bir də bunu təyin eləyək. Bəli, qonşu kartlar arasındakı məsafə 10 piksel oldu. Vəssalam. Belə. Bunu təyin elədik. Mən burada bir şey baxmaq istəyirəm. Bir məlumatı dəqiqləşdirmək istəyirəm. Demək, flex nə edir? Bir-birinin ardınca düzür. Əla. Sonra display flex bildik. Direction istiqamətdir. Flex direction istiqamətdir. Həmçinin justify content bunlar o məsələlərdir. Üfüqi düzləndir. Bunlar bu şaquli düzləndirmədir. Bir də ki, keçidlər var. Vəssalam. Demək, müəllimlər, bu dərsimizi də keçdik. Bu nə idi bizdə? Flexboxlarıdır. Artıq bizdə gəlir JavaScript. Bax, bu məsələlər artıq bizdə belə deyim də web tərtibatın daha dərin olan məsələlərdir. Biz Flexboxlarda dayandıq, müəllimlər. Artıq saat da gecdir. Mən istəmirəm. Biz yəni bu JavaScript-dən də danışsaq, bu gedib çıxacaq. Bu JavaScript özü proqramlaşdırma dilidir. Yəni bundan başlasaq biz danışmağa, biz saat 12-yə kimi çəkə bilər bizim dərsimiz. Ona görə də mən istəyirəm ki, burada bitirək. Biz öz təlimimizi burada bitirək. Hər birinizə təşəkkür edirəm təlimdə iştirak etdiyinizə görə. Yenidən qeydiyyat formanı göndərirəm. Davamiyyət formasını doldurasınız. Sizə uğurlar. İnşallah növbəti təlimlərdə görüşənədək sağ olun. Sağ olun mənim. Sağ olun yoldaşlar, sağ olun.